Təzən oxuyucu. Deyir ki, maddə 100 ml suda həll olan maddələrin kütləsi bu 40 cc və 70 cc verir. Buraya maddələr bizə xörək duzundan azot monoksidi verir. Xörək duzu necə maddədir, Əminə? Bərk. Bərk maddələrin həll olması temperatur artdıqca artır. Onda A böyük olar, yoxsa B? Bax, 40 dərəcə, 70 dərəcə. B deyir, ay mənim Bir sakit qalın görüm. Temperatur artanda nə olur, Əminə? Bərk maddələrin həll olması artır. artır. Onda B böyük olar. A-dan elə, B böyükdə A-dan. 2-dir biri. İndi azot monoksid nədir, Əminə? NO. Bu sənin kitabın. Nə yazırdıq sənin kitabın? Onda bizə C böyük olacaqdır da elə. NO qazdır deyə temperatur artında həll olması azalır. Onda C böyükdür D-dən. İndi sən izah elə, Əminə. Sən Aygül izah elə. Təzədən. 100 ml suda həll olan maddənin kütləsini verir burada. Cc-ləri verir, 40 cc dərəcə, 70 cc dərəcə. Xörək duzu. Bərk olduğu üçün Suda həll olması suda həll olması temperatur artdıqca artır. onda hansı böyük olar? B A-dan daha böyük olar bu səbəbdən. Azot monoksid qaz olduğu üçün Temperatur artdıqca. tərs mütənasib olur, azalır bu zaman. Bəli. İndi 5-ci sual yazmışsan, yaz variantını yaz. Yazamamısan testləri. Yazılır. 4 olacaq nə? 4-də 2, 4 A bəndi. 4.